Tamam, gəlin dərhal mətləbə keçək. Bugünkü təhlilimizdə hər birimizin həyatına elə və ya belə təsir edən, amma çox vaxt yalnız filmlərdəki o dramatik səhnələrdən tanıdığımız bir məsələyə, yəni qanunun əsl müdafiəçisi, ədalət ilahəsindən kənarda mövzusuna dərindən baxacağıq. Bilirsiniz, biz həmişə cəmiyyətdə bir ədalət axtarışındayıq. Amma o ədaləti real dünyada təmin edən həqiqi qüvvə, o motor nədir? Biz bugün kitablardakı o pafoslu ideallardan daha irəliyə gedəcəyik. Qanunvericiliyin o quru, bəzən də sıxıcı mətnlərin arxasında duran əsl insan amilinin necə işlədiyini, cəmiyyətin balansının pərdə arxasında necə qurulduğunu addım-addım birlikdə kəşf edəcəyik. Qanun yaxşı vəkili olan hər kəsin tərəfindədir. Çox maraqlı və, düzünü desəm, biraz da iynəli bir fikirdir, elə deyilmi? Gəlin bir anlıq düşünək. Qanun həqiqətənmi hər kəs üçün kördür və tam bərabərdir? Yoxsa o sadəcə olaraq çox yaxşı təmsil olunan, səsini və hüququnu daha mükəmməl müdafiə edə bilən insanların tərəfinə daha tez meylənir? Bu cümlə ilk baxışda reallığı biraz satirik şəkildə əks etdirsə də, əslində bugünkü təhlilimizin düz ürəyini təşkil edir. Bu bizə çox açıq bir mesaj verir. Sənədlərdə hüquqlarınızın olması əladır, amma o hüquqları həqiqətən qoruya biləcək doğru insanın, yəni peşəkar bir bələdçinin yanınızda olması, bax bu artıq tamamilə başqa bir səviyyədir. İndi isə bura diqqət yetirin. Bu, xəyalla gerçəkliyin, necə deyərlər, çox sarsıdıcı bir müqayisəsidir. Bir tərəfdə hamımızın çox yaxşı tanıdığı o mifik ədalət ilahəsidir. Biz onu kamil, qüsursuz bir ideal kimi qəbul edirik, düzdür? Gözləri bağlıdır ki, qarşısındakının kimliyini, statusunu görməsin, tam tərəfsiz olsun. Əlindəki tərəzi hər bir detalı qram-qram ədalətlə ölçmək üçündür. Qılınc isə qanunun o şəriksiz, kəsici gücünü təmsil edir. Bura qədər hər şey möhtəşəmdir. Amma o biri tərəfdə yaşadığımız reallıq var. O tərəzini havada düzgün saxlayan, o qılıncdan məntiq və ədalətlə istifadə edən, qaydaları sadəcə kağız üzərində yox, həyatın özündə işlək hala gətirən bir peşəkar, bir insan tələb olunur. Yəni, yaxşı vəkillər olmasa, o qılınc sadəcə yerdə paslanan bir dəmirdir. Qanun öz-özünü tətbiq edə bilməz axı. İdealları hərəkətə gətirən canlı bir insan zəkasına ehtiyac var. Simvollardan biraz uzaqlaşıb, real dünyanın praktikasına qaydırıq. Birinci hissə, gizli reallıq, yəni vəkilin cəmiyyətdəki əsl rolu. Biz adətən vəkilləri məhkəmədə barmağını silkələyib, etiraz edirəm deyən adamlar kimi təsəvvür edirik, düzdür? Amma əslində reallıq tam fərqlidir. Bəs bu mexanizm cəmiyyəti necə balansda saxlayır? Onların işi sadəcə qanunları əzbərləməkdən ibarət deyil, hər şey birbaşa insan hüquqlarını müdafiə etməkdən başlayır. Onlar sözün əsl mənasında qanunsuz qərarlara, haqsızlığa qarşı canlı bir qalxana çevrilirlər. Bununla da qalmırlar, vətəndaşları aydınladaraq hüquqi savadlılığı artırırlar ki, nəhəng dövlət aparatı qarşısında tək qalan sıravi vətəndaş əzilməsin, balans qorunsun və bütün bu bitmək bilməyən yorucu pərdəarxası fəaliyyət əslində o çox arzuladığımız ədalətli məhkəmə prinsipinin sadəcə dildə deyil, elə real həyatda təmin olunmasına xidmət edir. Və təbii ki, bu qədər böyük bir yükü daşımaq sadəcə qanunları oxumaqla mümkün deyil, qətiyyən. Bunun üçün xüsusi bir yanaşma, bir düstur var. Birincisi, mütləq psixoloq kimi düşünmək lazımdır. Peşəkar vəkil həm hakimi necə düşündüyünü, həm qarşı tərəfin gizli niyyətlərini, həm də öz müştərisinin həyəcanını anlamağı bacarmalıdır. İkincisi, strateq kimi planlaşdırmaq lazımdır. Hansı sənəd nə vaxt təqdim olunacaq, hansı sual nə vaxt veriləcək, bu sözün əsl mənasında böyük bir şahmat partiyasıdır. Və üçüncüsü, natiq kimi danışmaq. Çünki o gərgin məhkəmə zalında aydın, düzgün, vurğulu və məntiqi bir dillə deyilən təkbilcə cümlə belə, inanın mənə, insanın bütöv bir ömrünü, azadlığını təyin edə bilər. Yəni, bu yumşaq bacarıqlar əslində quru qanunu bilməkdən dəfələrlə daha kəsərli bir silahdır. Bura qədər hər şey əla səslənir, amma gəlin biraz da reallığın acı tərəfinə, yəni ikinci hissəyə keçək. Sistemdəki boşluq, hüquq və imkan bərabərsizliyi. Baxın, ən kritik, bəlkə də ən narahat edici nöqtə məhz budur. Biz çox vaxt bu barədə ucadan danışmağı xoşlamırıq. Amma dürüst olaq, ədalət bəzən adamın cüzdanının qalınlığı ilə düz mütənasib olur. Fərqə baxın. Bir tərəfdə özlərini ən bahalı, ən təcrübəli vəkillərlə əhatə edən, ətrafında sanki keçilməz bir hüquqi qala divarı hörən yüksək gəlirli insanlar var. Digər tərəfdə isə heç bir dəstəyi olmayan, bu mürəkkəb, nəhəng sistemin qarşısında tamamilə tək və müdafiəsiz qalma təhlükəsi ilə üzləşən aşağı gəlirli şəxslər. Məhz bu uçurumu bağlamaq, o həssas qrupları qorumaq üçün dövlət tərəfindən maliyyələşdirilən hüquqi yardım sistemləri həyati əhəmiyyət daşıyır. O yardım sistemi olmasa, ədalət sadəcə zənginlərin lüksünə çevrilər. Bu qədər sadə. Yəni, məsələ sadəcə qanunların mövcud olması deyil. Ədalət hüquqlarınızı müdafiə etmək üçün o qanunlardan necə istifadə edəcəyinizi bilməkdir.
Təsəvvür edin ki, dünyanın ən bahalı, ən müasir alətləri ilə dolu bir emalatxanasındasınız. Amma siz o alətlərin heç birindən istifadə etməyi bacarmırsınız. Onda o alətlərin nə mənası var? Qanunlar da tam olaraq belədir. Konstitusiyada sizin xeyrinizə minlərlə parlaq qayda yazıla bilər. Amma o qaydaları kritik anda bir alət kimi istifadə edə bilmirsinizsə, sizi qoruyan güclü bir bələdçiniz yoxdursa, o qanunların kağız üzərində qalmaqdan başqa heç bir faydası yoxdur. Gerçək ədalət qaydaların passiv mövcudluğu ilə yox, aktiv tətbiqi ilə başlayır. Üçüncü hissə, güclü müdafiəçinin anatomiyası. Bəs adi bir hüquqşünası cəmiyyətin o arxalandığı əsl qəhrəmana çevirən detallar nələrdir? Gəlin bu detalları bir-bir açaq. Hər şey qanunvericiliyi dərindən bilmək kimi sarsılmaz bir təməllə başlayır. Amma dayanın, bu hələ başlanğıcdır. Bu bilik yalnız sağlam etik davranışla və müştərinin maraqlarını vicdanla qorumaqla birləşəndə əsl mənasına qovuşur. Yəni adam məsələyə sadəcə bir pul mənbəri kimi yox, qorunmalı olan bir insan taleyi kimi yanaşmalıdır. Bunun üzərinə o qarışıq sənədlərin içindən məntiqi tapan analitik düşüncəni və sarsılmaz inandırıcı çıxış bacarığını əlavə edin. Və ən sonda, bəlkə də kimsənin fikir vermədiyi, amma işin taleyini kökündən dəyişən o möhtəşəm detallara diqqət. Cəmiyyətin qanuna olan inamı, bax məhz bu xüsusiyyətləri özündə birləşdirən peşəkarların çiyinləri üzərində dayanır. Bütün bu danışdıqlarımızı bir yerə toplasaq, çox aydın bir mənzərə yaranır. Güclü hüquq sistemi yalnız o yüksək kürsülərdə əyləşən hakimlərdən və ya qalın ciltli qanun kitablarından ibarət ola bilməz. O, mütləq şəkildə vicdanlı və peşəkar vəkillər tələb edir. Bu mexanizm mükəmməl işləyən bir saat kimidir. Əgər siz o saatın içindən insanı, onun etik dəyərlərini və vicdanını çıxarsanız, əlinizdə sadəcə quru, soyuq bir metal yığını qalar. Ruhsuz və qorunmasız bir mexanizm heç vaxt heç vaxt bərabərliyi təmin edə bilməz. Sistemi canlı və ədalətli edən elə məhz o insan amilinin özüdür. İndi isə lap əvvələ o məşhur ədalət ilahisinə geri qaydırıq. O əlindəki tərəzini qürurla tutan ilahəni xatırlayırsınız. Biz bugün gördük ki, o tərəzinin düzgün işləməsi üçün hər iki tərəfdə qanunu bilən güclü əllər olmalıdır. Ona görə də təhlilimizi yekunlaşdırarkən sizi çox düşündürücü bir sualla baş-başa buraxmaq istəyirəm. Əgər ədalət tərəzisi həqiqətən də yalnız hər kəsin peşəkar müdafiəyə bərabər çıxış imkanı olduqda işləyirsə, onda bugünkü cəmiyyətimiz tam olaraq balanslıdırmı? Yoxsa gözlərimizi arxayınlıqla bağlamaq əvəzinə o tərəzini hamı üçün bərabərləşdirməyə hələ çox ehtiyacımız var. Düşünürəm ki, bu hamımızın üzərində ciddi düşünməli olduğu bir məsələdir. Təhlilimizi izlədiyiniz üçün çox təşəkkür edirəm. Hər zaman şuurlu və ədalətin tərəfində qalın.